Hər vaxtınız xeyir. Vacib sualı Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov cavablandırır. Məcnun müəllim, xoş gördük. Səfinə xanım, xoş gördük sizi. Təşəkkür edirəm müsahibəyə razılıq verdiyiniz üçün, minnətdaram. İşlər zavanda olsun. Məcnun müəllim, hazırki dövrdə neft ehtiyatları azalmağa doğru gedir və təbii ki, belə bir məqamda əsas sahələrdən biri kənd təsərrüfatı önə çıxır. Təbii ki, post-neft dövründə kənd təsərrüfatı sahəsinə ümidləri böyükdür. Bu baxımdan baxanda ötən ili necə qiymətləndirirsiniz? 2025-ci ildə ölkədə aqrar sahə üzrə yaradılan əlavə dəyər 7.6 milyard manat təşkil edib. Ümumi ölkə üzrə ümumdaxili məhsulun bu 5.9%-ni təşkil edib. Qeyri-neft qaz sektoruna sizin vurguladığınız kimi post-neft dövrünə baxsaq, burada isə 8.3%-ni aqrar sahə təşkil edib. Aqrar sahə həmişə əsas ərzaq təhlükəsizliyi nöqteyi nəzərindən prioritet sayılır ilk növbədə və ərzaq təhlükəsizliyi nöqteyi nəzərindən bizim Aqrar Tədqiqatlar Mərkəzinin apardığı hesablamalara görə ölkə əhalisinin tam balanslı qidalanması, qida tələbatı nöqteyi nəzərdən yerli istehsal 80% məhsulu istehsal eləyir bugünkü halda. Amma eyni zamanda ərzaq təhlükəsizliyi ilə paralel kənd təsərrüfatının qarşısında duran məqsədlər eyni zamanda iqtisadi inkişafa töhfə verməkdir. Əlavə dəyər, daha yüksək dəyər yaradan məhsulların təşviq olunmasına nail olmaqdır və eləcə də bunların hamısının nəticəsində fermerin rifah səviyyəsinin yüksəldilməsidir. Bu nöqteyi nəzərdən son illər aparılan aqrar siyasətin nəticəsi olaraq qeyd edə bilərəm ki, 25-ci ildə meyvə və giləmeyvə istiqaməti hansı ki, yüksək əlavə dəyər yaradır, həm ölkəyə ixracatdan valyuta gətirilməsinə də xidmət edir, 5.8%lik bir artım göstərmişdir. Bəs hansı sahələrdə artım oldu? Məsələn, bu sahəni siz dediniz, burada heyvandarlıq da var, əkinçilik də var. Bu hansı sahədə daha çox artım oldu? Artım aqrar sahədə, biz aqrar sahəni iki istiqamətlə baxsaq, bitkiçilik və heyvandarlıq. Bitkiçilik sahəsində uğurlarımız daha çoxdur və artım tempinin böyük bir qismi oradadır. Heyvandarlıq sahəsində isə daha çox keçən il cüzi bir müsbət artım olmuşdur. Bitkiçilik sahəsinin toplam artımı 1.5% təşkil edib. Əlbəttə ki, biz daha yüksək əlavə dəyər yaradan məhsullar ildən ilə genişləndikcə bunun artacağına inanıram. Müxtəlif, məsələn, taxılda artım 3%, məhsul istehsalı 3% artmışdır. Daha sonra pambıq 17% artmışdır. Qeyd edilən ki, meyvə, giləmeyvə 6%-ə yaxın 5.8% artmışdır. Üzüm 2.8% artmışdır. Müxtəlif bitkiçilik məhsullarında belə yaxşı nəticələrimiz var. Mən müsbət tərəfi onu qeyd edeyim ki, bunun ən böyük səbəbkarı məhsuldarlığın artmağıdır. Yəni biz keçən il ölkədə əkin sahələrinin azaldığını görürük. Lakin bunun da əlbəttə ki, müəyyən obyektiv səbəbləri də var. Həm iqlim şəraitinin təsiri də var, amma eyni zamanda atılmış addımların nəticəsi olaraq məhsuldarlığın artdığını görürük və məhsuldarlığın artımı hesabına biz ölkə üzrə məhsul istehsalının artım templərini görürük. Ötən il heyvandarlıq sahəsində müəyyən problemlər də oldu. Mən burada dabaq xəstəliyini nəzərdə tuturam. Necə mübarizə aparıldı bundan? Dabaq xəstəliyi ölkədə keçən il qeydə alındı və bunun üçün ölkəyə Azərbaycan üçün xas olmayan SAT1 serotipi qeydə alınmışdı. Bunun üçün bizim Qida Təhlükəsizliyi Agentliyinə bir yerdə məsləhətləşdikdən sonra ölkəyə SAT1-ə qarşı vaksinlər gətirildi. Artıq vaksinasiya tamamilə həyata keçirilibdir. Keçən il oktyabr ayının sonlarından başladı vaksinasiya. Noyabr ayından və dekabr ayının sonuna artıq vaksinasiya başa çatmışdı bu istiqamətdə. Artıq SAT1 Qida Təhlükəsizliyi Agentliyi tərəfindən illik vaksinasiya proqramına da daxil olundu 2026-cı ildən etibarən. Bu vaksinlər də artıq ölkəyə gətirilir, əvvəlki standart vaksinlərin yanında və bu ildən tam bu vaksinasiyanın davam olunması nəzərdə tutulub. Hal-hazırda deyə bilərəm ki, vəziyyət stabildir. Əlbəttə ki, dabaq xəstəliyinin əsas zərərli tərəfindən məhsuldarlığın aşağı düşməsinə ilin sonuna doğru təsir edilmişdir. Ət, süd, yumurta ən çox müzakirə olunan, ən çox danışılan mövzulardır. Elə Azərbaycanda da bu belədir. Bu sahədən necə razı qaldınız ya narazılıqlar da oldu? Bunların arasında mən deyərdim ki, heyvandarlıq və əsasda ət istehsalında bir durğunluq qeydə alındı. Bu da ilin sonuna doğru baş verən xəstəliklərlə bağlı idi, bioloji risklərlə bağlı idi. Quşçuluq bunların arasında çox yaxşı nəticələr göstərir və mən istəyirəm ki, quşçuluq son 5-7 ildə çox ciddi müsbət nəticələr həm ortaya qoymuşdur, həm məhsul istehsalı artımından, məhsuldarlığın artmağı nöqteyi nəzərdən. Amma biz inanırıq ki, quşçuluqda da çox
ciddi məhsul istehsalına artımına bundan sonra nail ola bilərik. Quşçuluqda daha çox artıma nail olmaq üçün yeni quş damlarının tikintisinə ehtiyac var və yeni quş damlarının tikintisi əlbəttə ki, standartlara uyğun hal-hazırda olduğu nöqtələrdən daha fərqli məsafələrdə olmalıdır. Bu məsafələrdə tikintisi üçün Azərbaycanda torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı olduğundan burada təyinat dəyişmə məsələləri ortaya qalxır və bunlar həll olduqca yeni damlar inşası nəzərdə tutulubdur. Ölkədə müxtəlif bu sahədə çalışan investorlar tərəfindən və bu yeni damların sayəsində ölkədə quşçuluq ət istehsalının artırılacağına inanırıq. Daha sonra süd istehsalı və ət istehsalı cüzi bir artım göstəribdir. Məni bu yetərincə qane eləmir. Biz inanıram ki, daha yaxşı nəticələr əldə edə bilərik. Biz başa düşürük ki, heyvandarlıq yem komponentlərinin başalaşdığına görə də maya dəyəri heyvandarlıqda artmışdır. Maya dəyərinin artması öz-özlüyündə əlbəttə ki, heyvandarlığa mənfi təsir eləyir. Eyni zamanda örüş sahələrinin son 10 il ərzində örüş sahələrində müəyyən sahələrin əkinə çevrilməsi sayəsində ailə kəndi təsərrüfatlar üçün örüş otlaq sahələri nisbətən azalmışdır və bu da qoyun sayının azalmasına, kiçik buynuzlu malqaranın azalmasına gətirib çıxartmışdır. Bunlar da əlbəttə ki, öz neqativ təsirini göstərir. Amma bu və ya digər formada biz anlamalıyıq ki, heyvandarlığın inkişafı, ümumilikdə kənd təsərrüfatı inkişafı ancaq və ancaq intensiv təsərrüfat üzərindən keçir. Yəni, kiçik ailə kəndi təsərrüfatlarında biz məhsuldarlığı çox yüksək artıra bilməyəcəyik və bu dünyanın heç bir yerində bu mümkün deyil. Azərbaycan da buna istisna deyil və bu nöqteyi nəzərdən ölkədə heyvandarlıq sahəsində intensivləşmə olduqca zəif gedir mənə görə və bu ildən etibarən heyvandarlıqda dəstək alətlərinin, yeni dəstək alətlərini biz tətbiq etməyə başlayacağıq. Bu hansı dəstək alətləridir? Süd məhsuluna, südə subsidiyanın verilməsinin ilk dəfə olaraq tətbiq olunmağa başlayacaq. Hər litr başına emal sənayesinə təhvil verilən süd subsidiyası olacaq və bunun kimi əlavə dəstəklər də nəzərdə tuturuq. Bu ölkəyə gətirilən damazlıq heyvanların sayının artırılması, ölkədə onların sayının artırılmasına nail olmağa çalışacağıq və bunlar orta müddətdə öz təsir edəcəyini inanıram. Bu yem bazasından da danışdınız. Başqa ölkədən asılı olmamaq üçün hansı addımlar atılır bu sahədə? Yem komponentlərin demək olar ki, hamısı subsidiya ilə təmin olunur. Bu günləri arpa, daha sonra yemlik buğda, qarğıdalı, dənlik qarğıdalı bunlar ölkədə yem komponenti olaraq demək olar ki 100%-ə yaxın, 98-99% təmin olunur yerli istehsal hesabına. Əsasən idxal olunan bu yüksək proteinli soya şrotudur. Bundan əlavə müəyyən miqdarda raps şrotu və günəbaxan şrotların idxalı var. Soyanı biz keçən ildən məhsul subsidiyasına tam keçirdik. Biz başa düşürük ki, ölkədə tarixən soya əkinləri olmayıbdır və hər hansı bir tarixi əkin adət-ənənəmiz yoxdur. Eyni zamanda soya toxumlarının, soya məhsulunun ölkədə mövcud iqlim şəraitə uyğunlaşdırılması prosesindən də biz keçməliyik ki, daha yüksək məhsuldarlıq əldə edə bilək. Çünki bu günə qədər soya əkinləri ölkədə var, cüzi miqdarda, amma məhsuldarlıqları ürək açan deyil. İstər-istəməz burada da soya idxalını, soya şrotu idxalından biz asılı edir. Amma burada mən qeyd etməliyəm ki, emal sənayesinin inkişafı da çox önəmlidir. Yəni, misal üçün, əgər günəbaxan yağı istehsalı ölkədə sənaye olaraq inkişaf eləməyə başlasa, bu avtomatik olaraq günəbaxan şrotunun yan məhsul olaraq həmin zavodlarda istehsalı deməkdir. Bu isə öz növbəsində yem komponenti olaraq heyvandarlığa bir dəstək deməkdir. Bu nöqteyi nəzərdən biz günəbaxan və qarğıdalı, dənlik qarğıdalının da məhsul subsidiyası olaraq biz keçən ildən verməyə başlayırıq. Amma təəssüf ki, ölkədəki günəbaxan istehsalı əsasən tum günəbaxan istiqamətlidir. Nəinki çox cüzi miqdarda yağ istehsalı mövcuddur. Siz quşçuluq təsərrüfatının inkişafından danışdınız. Elə burada bir sual vermək istəyirəm sizə. Azərbaycan Amerikaya yumurta ixrac etdi. Bu bizim ölkəyə nə verdi? 2025-ci ildə yumurta ixracımız təxminən 90 milyon ədəd yumurta ixrac eləmişik. Dəyər həcmi olaraq bu 6.5 milyon dollar dəyərində olubdur. Bunun dəyər ekvivalentində təxminən 44% və ya 2.8 milyon ABŞ dolları, miqdar ekvivalentində 30-35% isə Amerikanın payına düşüb. Eyni zamanda mən qeyd edim ki, 25-ci ildə damazlıq yumurta ixracı da olubdur Azərbaycandan və damazlıq yumurta ixracı təxminən 12-13 milyon ədəd olubdur və bu da əlavə 4.5 milyon dollar ölkəyə valyuta gətiribdir.
İlk növbədə, ilk ağlımıza gələn ixracat olanda hər kəs ölkəyə valyutanın gəldiyini və bunu müsbət tərəf olaraq qeyd eləyir və bunu da hər kəs bilir. Burada da bu faktor özlüyündə var. Deyərdim ki, Azərbaycan üçün və Azərbaycan kənd təsərrüfatı, aqrar sahəsi üçün burada bir o qədər valyutanın gətirilməsi qədər vacib və bəlkə də müəyyən mənada strategik olaraq onu üstələyən bir faktor da var ki, bu ixracat coğrafiyasının genişlənməsidir. Çünki damazlıq yumurtanı biz əsasən yaxın şərq ölkələrinə, körfəz ölkələrinə ixrac edirik. Qeyd elədiyim kimi, ərzaqlıq yumurta yarısı demək olar ki, 30-35% bu Amerikaya ixrac olunur. Bu, Azərbaycanın bir ölkə ixracından, bazarından asılılığı azaldır, diversifikasiyaya xidmət eləyir. Amma eyni zamanda məhsul diversifikasiyasına da xidmət eləyir. Çünki biz ölkə olaraq həmişə tərəvəz, pomidor ixracatçısı olaraq tanınmışıq və müəyyən meyvə məhsullarının ixracatçısı olaraq tanınırıq. Burada quşçuluq məhsullarının ixracatının da bu bizim məhsul ixracatı siyahısına da daxil olması əlbəttə ki, diversifikasiya nöqteyi nəzərdən müsbət təsirini göstərəcək. Bildirdiniz ki, ötən il pambıqçılıq sahəsində 17% artım oldu. Pambıq tədarükünün və bu 17% artım nəticəsi ilə razı qaldınızmı və yaxud da daha mı çox gözləyirdiniz və yaxud da daha mı az gözləyirdiniz? Pambıq məhsuldarlıq olaraq 2025-ci il Azərbaycan üçün olduqca uğurlu olubdur. Azərbaycan tarixində 36 sentner 1 hektarda məhsul almışıq. Bu rekord bir nəticədir ölkə tarixində. Müstəqillik dövrümüzdə isə demək olar ki, ən çox məhsul topladığımız il oldu 2025-ci il. Burada müxtəlif faktorlar var. İllərdən bəri gələn məhsul subsidiyasının daha da təkmilləşdirilməsinin öz faktoru varsa, amma eyni zamanda da qəbul eləməliyik ki, iqlim də bizim xeyrimizə oldu. Yəni, payız aylarında məhsul yığımı dönəmində yağışların daha az olması və məhsul yığımının daha düzgün təşkil olunması, məhsuldarlığın itirilməməsinə, nəticədə etibarilə həmin pambığın yığılmasına və zavodlara təhvil verilməsinə gətirdi, çıxartdı. Bu nöqteyi nəzərdən əlbəttə ki, pambıqçılıq üçün çox uğurlu bir il oldu. Amma bu bizi qane edirmi? Xeyr. Bu, ölkə ali rəhbərliyi Cənab Prezident tərəfindən də hədəf yarım milyon tona çatdırılması qoyulubdur qarşımızda və buna əlbəttə ki, biz ancaq və ancaq məhsuldarlığın artırılması hesabına nail ola bilərik. Hədəfimiz hektardan 5 ton pambıq əldə eləməkdir. Lakin dediyim kimi bu iqlim şəraitinə asılı olduğu qədər eyni zamanda sahədə torpaq su infrastrukturunun da təkmilləşməsindən də asılı olacaq. 2025-ci ili 2024-cü ilə müqayisə etsək, bizim strateji məhsullarımız da var. Pambıqdan başqa burada üzüm və tərəvəzçilik də var. Bu sahədə artım oldu mu, olmadı mı? Olan artımla razı qaldınızmı? Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2025-ci ildə tərəvəz istehsalı təxminən 3,8%lik bir azalma göstəribdir. Kartof istehsalı isə 1,8%lik bir azalma göstəribdir. Lakin çox maraqlı bir məqamdır ki, hər ikisinin ixracatı keçən illəri olduqca çox artmışdır. Tərəvəz istehsalı ölkədə 1,7 milyon təxminən ümumi tərəvəz və təxminən 900 min tondan çox kartof istehsal edilmişdir. Yəni toplam ikisi bir yerdə 2,6 milyon, 2,7 milyon ton tərəvəz və kartof məhsulları istehsal edilmişdir ölkədə. Əlbəttə ki, burada məhsuldarlığın artdığını biz müşahidə edirik. Əsas azalma əkin sahəsinin azalmasına görədir. Bundan əlavə üzümlə bağlı siz toxundunuz. Üzüm 2,8%lik bir məhsul istehsalı artımı keçən il müşahidə eləmişik. 210 min tondan çox üzüm yığılmışdır. Biz inanırıq ki, atılan addımlar, əsasda subsidiyalaşdırma siyasəti, üzümə yönəlik subsidiyalaşdırma siyasəti ildən ilə məhsul artımına xidmət edəcək. Prezident İlham Əliyev hər zaman deyir ki, ölkəyə valyuta gətirilməlidir. Bu baxımdan baxsaq, hansı məhsullarımız ölkəyə daha çox valyuta gətirdi? Çox maraqlı bir məqama toxundunuz. İxracat və ölkəyə valyutanın gətirilməsi nöqtəsindən. Mən burada fəxrlə deyə bilərəm ki, aqrar məhsullar və aqrar emal məhsulları qeyri-neft sahəsində ixrac olunan ən çox ölkəyə valyuta gətirən sahədir. Baxmayaraq ki, ölkə müdaxili məhsul istehsalında kənd təsərrüfatı qeyri-neft qaz sahəsində sırada 4-cüdür, amma ixracatda 1-ci sıradadır. Bunların arasında əgər kənd təsərrüfatı məhsullarının istehsalını və emal məhsullarının bölgüsünə baxsa, bunun təxminən keçən il ərzində 25-ci ildə 1,5 milyard dollar dəyərində məhsul ixrac edilibdir. Bunun təxminən 73% kənd təsərrüfatı məhsulları, 27% isə aqrar emal məhsulları təşkil edibdir.
Bunların arasından meyvə tərəvəzi mən qeyd edeyim ki, meyvə tərəvəz bir yerdə təxminən 900 milyon dollardan çox məhsul ixrac edilmişdir. Maraqlısı buradadır ki, mən bayaq yumurta və quşçuluq məhsullarının, əsasında yumurta ixracatında və diversifikasiyada danışdım. Eyni halı biz burada da görürük. Meyvələr arasında artıq müəyyən bir məhsul portfelinin genişləndiyini görürük. Tarixən biz hələ də qoz, fındıq, xurma, nar ixracatçısı olmuşuqsa, son illərdə şaftalı ixracını və ondan sonra çəyirdəkli meyvələrin ixracını, tumlu meyvələrin ixracatında da ciddi artım görürük. Tumlu meyvələrin ixracatında 22% bir artım görmüşük, çəyirdəkli meyvələrin ixracında 45% bir artım görmüşük biz keçən il ərzində. Deməli, pambıq lifi ixracatında 160 milyon dollarlıq bir ixracatımız olubdu keçən il ərzində. Eyni zamanda pomidor ixracımız da 200 milyon dollara yaxın. O da 192 milyon dollar pomidor ixracımız olub. Və pomidor ixracında da ciddi bir artım, keçən il 10%-ə yaxın bir artım müşahidə etmişik. Ötən il fermerlər üçün necə keçdi? Onların bu subsidiyalara maraqları necə oldu? Razı qaldılarmı? Fermerlərlə biz işimizi bir neçə istiqamətdə təşkil etmişik. Yəni, subsidiya bu alətlərdən biridir, amma eyni zamanda fermerlərlə çox sıx bir ünsiyyətimiz var. Bunu həm sadəcə çağrı mərkəzinə gələn zənglər və məktublar şəklində deyil, eyni zamanda vətəndaş qəbullarıdır. Kənd Təsərrüfatı Nazirliyi demək olar ki, il ərzində bütün rayonları əhatə eləyəcək bir qəbul mexanizmi formalaşdırmışıq, vətəndaş qəbulunu, fermer qəbulunu mexanizmi və hər ay Nazirliyin əməkdaşları, rəhbər heyəti müxtəlif rayonlarda, müxtəlif iqtisadi zonaların hər bir ayında bir rayonunda qəbulda iştirak edirik. İl ərzində demək olar ki, 2000-ə yaxın vətəndaşı biz qəbullarda dinləyirik, onların problemlərini öyrənməyə çalışırıq. Bəzi hallarda oradan çox maraqlı təkliflər də gəlir və həmin təkliflər Subsidiya Şurasının iclaslarında və subsidiyanın verilməsində əlbəttə ki, nəzərə alınır. Subsidiya mexanizmində fermerlər üçün biz, ana məqsədimiz fermer rifah səviyyəsinin yüksəldilməsidir. Fermer rifah səviyyəsinin yüksəldilməsi üçün fermerin istehsal elədiyi məhsulun satışında və gəlirliyində daha yüksək nəticələr əldə etməlidir. Bu isə daha yüksək əlavə dəyər yaradan məhsullar olmalıdır. Bu nöqteyi nəzərdən biz subsidiya mexanizmini tarixən Azərbaycanda daha çox əkin istiqamətli olubdur. Hələ də dominant olaraq əkindir. Amma biz ildən ilə elektronlaşma, rəqəmsallaşma artdıqca və o alətlərimiz genişləndikcə məhsul subsidiyasına keçidi artırırıq. Misal üçün, əvvəllər tütün, pambıq və şəkər çuğunduru sadəcə məhsul subsidiyası olaraq verilirdisə, keçən ildən bura soya, qarğıdalı, dənlik qarğıdalı və günəbaxan daxil olub, biraz əvvəl qeyd elədiyim kimi. Bu ildən artıq alma və nar da məhsul subsidiyası olaraq təmin olunacaqlar. Biz inanırıq ki, bu məhsul subsidiyası mexanizmi fermerlərə həm məhsulu artırmağa imkan verəcək, eləcə də onların məhsulunu zavodlara gətirib təhvil edilməsinə, emal məntəqələrinə, müəssisələrinə təhvil verilməsinə xidmət edəcək. Bu, eyni zamanda emal sənayesinin inkişafına da müsbət təsir edəcək. Və deyirsiniz ki, görüşdük fermerlərlə və bu görüşlər də davam edir. Onları daha çox narahat edən məqamlar hansılardır? Hansı sahələr üzrə onların müəyyən problemləri olur? Fermerlərin görüşlərdə ən çox qaldırılan məsələlər Azərbaycanda regiondan asılı olaraq birinci növbədə bu su ilə bağlı məsələlərdir. Torpaqla bağlı məsələlərdir. Yəni, su ilə bağlı dövlətin atdığı iri infrastruktur layihələri var. Bu barədə onların diqqətinə biz çatdırırıq və inanırıq ki, bu infrastruktur layihələri yerinə yetirildikcə, icra olunduqca fermerlərin su təminatı daha da yaxşılaşacaq. Paralelində qeyd edə bilərəm ki, torpaqla bağlı məsələ, əsasən də sənədləşmə ilə bağlı məsələlərdə çox ciddi bir irəliləyiş var. Fermerlərdə bir neçə il əvvəl torpaq sənədlərində köhnə sərəncam sənədləri, dövlət aktları var idisə, hal-hazırda bunlar hamısı xüsusi mülkiyyət çıxarış sənədlərinə keçirilibdir. Bizim elektron kənd təsərrüfatında bəyan olunan əkinlərin, ərazilərinin artıq 75-80%-dən çoxu çıxarışlı torpaq sahələridir. Burada əlbəttə ki, əmlak məsələləri üzrə dövlət xidmətinin də gördüyü işi də təqdir etmək lazımdır. Bəs elektron kənd təsərrüfatı informasiya sistemindən bağlı vəziyyət nə yerdədir? Yəni, fəaliyyətdə olduğu illər ərzində götürsək, ötən il nələr dəyişdi və yaxud da bu il o sistemdə nələrin dəyişməsi və yenidən tətbiq olunması nəzərdə tutulur? Subsidiya mexanizmi təkmilləşdikcə, dəyişdikcə əlbəttə ki, elektron kənd təsərrüfatında da müəyyən əlavə modullar, təkmilləşdirmələr aparılır.
Elektron kənd təsərrüfatı sistemi ümumilikdə aqrar subsidiyaların verilməsində çox mühüm bir dəyişikliyə gətirib çıxartmışdır. İlk növbədə ECTIS, biz qısa olaraq dediyimiz ECTIS, elektron kənd təsərrüfatı informasiya sistemi qeydiyyatı asanlaşdırmışdır. Biz bu günləri ECTIS-in sayəsində nə qədər fermerin varlığını, nə qədər əkin olunduğunu, haralarda bu əkinlərin olduğunu, nə əkildiyini, nə qədər əkildiyini artıq real rəqəmlərini bir neçə ildir ki, bunları toplaya bilirik. Bu ildən etibarən artıq fermerlər sahələrində işləyən insanların sayının da qeydiyyatını aparmağa başlayırlar. Yəni, bu bizə zamanla kənd təsərrüfatında real işləyən işçilərin, birbaşa sahədə işləyən işçilərin sayını da dəqiqləşdirməyə kömək eləyəcək. Bu ildən etibarən məhsul subsidiyasında fermerlər, əkinçilər tərəfindən daxil edilən vergi hesab fakturalarının da vergi xidmətləri orqanları ilə inteqrasiya sayəsində vergi hesab fakturaları da avtomatik inteqrasiya olunur və dəqiqləşdirmələr təsdiqlənir və avtomatik subsidiya formalaşdırılır. Artıq o sənədin manual yoxlanmasına ehtiyac yoxdur. Bundan əlavə elektron kənd təsərrüfatında bu ildən etibarən əkin monitorinqlərini biz artıq süni intellektin tətbiqi ilə və peykdən çəkilən şəkillərin sayəsində, alqoritmlər sayəsində də monitorinqləri həyata keçirə bilirik. Mən xatırlayıram, biz COP29 dövründə də sizlə müsahibə etmişdik və siz həmin vaxt ağıllı texnologiyaların tətbiqindən danışmışdınız. Həmin ağıllı texnologiyaların tətbiqinin nəticələri necə qiymətləndirirsiniz? Kənd təsərrüfatı daim təkmilləşən bir sahədir və burada da əsas da elmin təsiri çox böyükdür dünyada və Azərbaycan da ondan heç də geri qalmır. Bu nöqteyi nəzərdən dəqiq əkinçilik kənd təsərrüfatında çox vacibdir və bu günləri sadəcə bizim həmişə alışdığımız şəkildə hektar başına gübrənin, dərmanların verilməsi deyil də, demək olar ki, hər kvadrat metr torpağın ehtiyaclarına öyrənilməsi əhəmiyyətlidir. Bunun üçün müxtəlif avadanlıqlar mövcuddur. Bundan əlavə torpaq işləmə avadanlıqları, torpaq hamarlama qoşquları, müxtəlif texnikalar, avadanlıqlar da dövlət güzəştinə salınıbdır və dövlət güzəşti olaraq biz onlara dəstək veririk. Bu 20-40-40 modeli mövcuddur. Bu siyahıya müasir suvarma avadanlıqları da daxildir. Və eləcə də son illər bəzi dərmanlama texnikası olaraq dronlardan da istifadə olunur və bunlar da artıq güzəşt siyahısına daxildir. Və bu ağıllı yanaşmalar deyək və ya daha dəqiq kənd təsərrüfatı tətbiqləri, mexanizmləri məhsuldarlığın artmağına xidmət eləyir. Yəni, biz bunun şahidi oluruq, ildən ilə məhsuldarlığın artdığını görürük. Və bunların sayəsində əlbəttə ki, daha yaxşı nəticələr və fermer üçün daha gəliri artıra biləcək istiqamətli addımlar atılır. Bundan əlavə, aqrar süni intellekt layihəsinə biz başlamışıq keçən ildən və bu layihə çərçivəsində 30-a yaxın bir modulun işlənməsi nəzərdə tutulubdur. Bunlardan artıq 8-9 modul test rejimindədir və bunlar həm fermer reyting sistemidir, daha sonra torpaq xəritəsidir, bitki sağlamlığı xəritəsidir, ölkə üzrə bitkilərin xəritəsidir, regionlar üzrə. Daha sonra örüş otlaqlarının idarə edilməsi moduludur, suvarma moduludur, suvarma idarə etməsi moduludur. Bunların hər biri fermerə öz sahəsindən data toplamağa, məlumat almağa xidmət eləyəcək modullardır. Yəni, bu günləri həmin data olmadan, məlumat olmadan atılan hər bir addım körtəbii addım olacaq. Amma nə qədər çox bizim məlumata əlçatanlığımız varsa, iqlim məlumatına əlçatanlığımız varsa, bir o qədər daha yaxşı sahəyə yönəlik qərarlar verə biləcəyik. Bir o qədər daha yaxşı fermerlərə biz məsləhət xidmətlərini təqdim edə biləcəyik ki, fermer əkdiyi bitkiyə nə vaxt qulluq eləsin, necə qulluq eləsin, hansı addımları atsın və bu da əlbəttə ki, məhsuldarlığın artmağına xidmət edəcək. Yeni texnologiyaların tətbiq olunması, subsidiyaların verilməsi kiçik fermerlərin hansı problemlərini həll elədi və hansı problemləri hələ də həll olunmamış qalıbdır? Kiçik fermerlərin əsasən çətinlikləri bu çox kiçik ölçüdə qalmaqlarıdır və təəssüf ki, kiçik ölçülü torpaq sahəsində yüksək gəlir əldə etmək olduqca çətindir.
Bu nöqteyi nəzərdən vahid sahədə vahid əkin siyasətini yürütməyə çalışırıq. Eyni zamanda hal-hazırda konsolidasiya layihəsi üzərində qanunvericilik layihəsi hazırlanır və mən inanıram ki, konsolidasiya tətbiq olunduğu halda bir fermerlərin əkin ərazilərinin koordinat məsələlərinin çoxu həll olacaq, fermerlərin su ilə təminatı daha yaxşılaşacaq, fermerlərin əraziləri kompaktlaşacaq. Çünki bugün bəzən olur ki, bir kiçik fermerin hətta kiçik sahəsi belə 3-4 yerə parçalanıbdır. Ortalama olaraq Azərbaycanda bir fermerə 3.5 sahə düşür. Yəni hətta məsələn 2 hektar sahəsi olan, 1 hektar yarım sahəsi olanın belə 3 yerdə torpağı var. Biz düşünürük ki, ana problemlər bunlardır və bunlar həll olduqca əlbəttə ki, fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Amma eyni zamanda biz fermerlər üçün, əsas da kiçik fermerlər üçün müəyyən güzəştlər də bu günləri tətbiq edirik. Güzəştlər nələrdir? Subsidiya mexanizmi bərabər olmasına baxmayaraq, kiçik fermerlərdə bəzi güzəştlər verilir. Bunlar nələrdir? 3 hektarın altında əkin eləyən fermer torpaq analizi icbari deyil. Təşviq olunur əlbəttə ki, könüllü eləyənlər və düzgün olanı onun laborator analizlərinin həyata keçirilməsidir, amma bu icbari deyil, subsidiyaya bağlanmayıbdır. Bu ildən biz sertifikatlı toxum, əsas da buğda və arpada sertifikatlı toxum tətbiqini məcbur eləmişik. Burada da məqsədimiz əlbəttə ki, daha yaxşı toxumların əkilməsidir və məhsuldarlığın artırılmasına xidmət etməkdir. Burada biz 10 hektarın altında olan fermerlər üçün bunu icbari eləməmişik. Daha çox 10 hektardan daha yuxarı. Və bu istər-istəməz kiçik fermerlər üçün hələ ki müəyyən bir nəfəslikdir, müəyyən bir güzəştdir. Amma orta və uzun müddətdə deyim ki, bizim məqsədimiz bunu hər kəsə tətbiq eləməyə nail olmaqdır. Amma o halda ki, fermer artıq daha çox gəlir əldə eləməyə müəyyən bir şərait formalaşmış olacaq. Bəs gənclərin aqrar sahəyə marağı necədir? Varmı? Aqrar sahədə təəssüf ki, fermerlərimiz orta yaşı bugün olduqca yüksəkdir, 60-ın üzərindədir. Düzdür, son bir neçə ildə bir cavanlaşma görürük müəyyən bir və burada biz başa düşürük ki, daha çox yaşlı nəslin, rəhmətə gedən yaşlı nəslin yerinə onların adına olan torpaq sahələrini və əkin ərazilərinin onların daha yaşca kiçik övladlarının tərəfindən bəyan olunmasıdır. Eyni zamanda qeyd edeyim ki, 2025-ci ildə ilk birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilirdi və həmin investisiya forumu çərçivəsində aqrotexnologiyalar zonasında təxminən 19-a yaxın startapçı 18 startap layihələrini təqdim elədilər. Eyni zamanda gənclərin əsas da kənd təsərrüfatında proqramlaşdırma, kənd təsərrüfatında rəqəmsallaşmanı təşviq eləmək nöqteyi nəzərdən, yerli kadrların burada həm marağının artması, həm yerli kadrların cəlb olunması nöqteyi nəzərdən ölkənin 20 ali təhsil ocağından təxminən 90-a yaxın tələbə və startapçıları biz keçən il ölkə üzrə 5 bootcampa cəlb elədik. Və bu o tələbələrdir ki, onlar universitetlərdə, ali təhsil ocaqlarında IT sahəsində, süni zəka sahəsində, aqronomluq sahəsində dərslər götürürlər və təhsil alırlar. Bu bootcampları biz ikisini azad olunmuş ərazilərdə Zəngilanda və Xankəndində təşkil elədik. Üçü isə biri Şamaxıda, biri Xaçmazda, biri də Saatlıda təşkil olunmuşdu. Bu startapçılardan çox maraqlı ideyalar var. Əsas da suyun idarə olunması istiqamətində, torpaqda rütubətin idarə olunması istiqamətli, daha sonra toxumçuluqla bağlı, heyvandarlıqda heyvanların səhhətinin kontrol olunması istiqamətli müxtəlif bu kimi maraqlı ideyalar və startaplar var. Mən inanıram ki, bunlar zamanla öz yaxşı nəticələrini gətirib çıxarar. Eyni zamanda qeyd edeyim ki, aqrar təhsil üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin EGE Universiteti ilə İzmirdə yerləşir. Birgə ikili diplom proqramı var. Bir neçə il qabaq bu diplom proqramına 20 tələbə, 25 tələbə qoşulmuşdursa, bugün artıq 125 tələbə bu ikili diplom proqramı üzrə təhsil alır və bu sevindirici bir haldır. Eyni zamanda biz ildən ilə Aqrar Universitetdə qəbulların sayının artdığını, tələbə sayının artdığını görürük. Bu da müəyyən mənada sevindiricidir. Amma bugün məni bu qadindirmi? Xeyr, əsas da heyvandarlıq istiqamətində baytar olaraq bizim ölkədə ciddi bir gənc baytarlara xeyli ehtiyacımız var. Baytarlıqda orta yaş xeyli daha yüksəkdir, 65-i demək olar ki, keçir.
Bu bir tərəfdən və bizim bəzi bölgələrində də baytar çatışmazlığı bu nöqteyi nəzərdən yaşayırıq. Aqrar Universitet bu günləri Gəncədə yerləşir və biz Aqrar Universitetin tələbələrinin 70%-dən çoxunun o regiondan olduğunu görürük, amma bəzi digər bölgələrdən isə tələbələr daha sayı azdır. Aqrar fakültə olaraq həm Naxçıvanda, həm Lənkəranda aqrar fakültələr var və 24-cü ildən başlayaraq və 25-ci ildən heyvandarlıq fakültəsi açıldı. Adada İtaliyanın Bologna Universiteti ilə birgə bir aqrar fakültə də açıldı, aqrar məktəbi açıldı. İnanıram ki, bu genişləndikcə, tələbə sayı artdıqca gənclərin həm cəlb olunması nöqteyi nəzərdən, həm də aqrar sahədə gənc mütəxəssislərin artması da bizim işimizi biraz daha asanlaşdıracaq. Bəs keçmiş köçkünlərin torpağa qayıdışı üçün hansı stimullar var? Yəni, burada onlarla bağlı subsidiya və güzəştlər nəzərdə tutulubmu? Azad olunmuş ərazilərdə fermerlərin geri qayıdan əhali üçün və orada investisiya edən sahibkarlar, əkinçilər üçün Azərbaycan digər bölgələri ilə müqayisədə ilkin etapda daha yuxarı subsidiya nəzərdə tutulubdur. Demək olar ki, 50% daha yuxarı subsidiya ilə təşviq olunur. Müasir suvarmanın tətbiq olunmasında bu xeyli daha yuxarıdır və meyvəçiliyin orada inkişaf etdirilməsi eyni zamanda da daha yuxarı əmsallarla təşviq olunur. İşğaldan azad olunmuş ərazilərdə aqrar mənzərənin yaxın 10 ilini necə görürsünüz? Çox gözəl bir məqama toxunursunuz, Səminə xanım. Azad olunmuş ərazilərə mən Azərbaycanın gələcəyinin bir aqrar modeli kimi baxıram. Və tək Azərbaycan deyil, həm regionun, həm dünyaya nümunə ola biləcək bir model olaraq baxıram. Bu, həm parselləşmə nöqteyi nəzərdən, torpaqların vahidliyi nöqteyi nəzərdən, torpaqların ərazidən infrastrukturla təmin olunması nöqteyi nəzərdən, suvarma olaraq bizim ana tələbimiz mütləq olmazsa olmaz müasir suvarmanın tətbiq olunmasının icbariliyidir azad olunmuş ərazilərdə. Daha sonra istifadə olunan toxumların mütləq sertifikatı toxum olmağıdır. Ora zona olaraq xəstəliklərdən arındırılmış bir zona olaraq baxırıq eyni zamanda. Yəni, bütün bunlara biz baxanda azad olunmuş ərazilərdə həqiqətən müasir təsərrüfat modelinin formalaşacağına və həm Azərbaycanda digər bölgələrlə nümunə ola biləcəyinə və dünyada da bir misal çəkiləcəyinə mən inanıram. İstər müsahibənin əvvəlində, istərsə də indi bu sertifikatlı toxum məsələsinə toxundunuz. Bu fermerlərin hamısı bu sertifikatlı toxumdan istifadə etməyə məcburdurlarmı? Və yaxud da belə deyim, istifadə etməyənlərlə bağlı necə araşdırma aparılır ki, məsəl üçün bu fermerlər sertifikatlı toxumdan istifadə etməyərək daha yararsız toxumdan istifadə edirlər? Biz sertifikatlı toxum deyəndə bizim əsas məqsədimiz toxumun keyfiyyətinə əmin olmağımızdır. Sertifikatlı toxum, bu əlbəttə ki, Azərbaycanda istehsal olunan və ya Azərbaycana idxal olunan toxumların sertifikatlaşması, bu o deməkdir ki, həmin toxum müəyyən standartlara cavab verir. Çıxış faizi olaraq, düzəlmə faizi olaraq, tərkib olaraq, genetika olaraq daha yaxşı toxumlardır deyə. Bunu təşviq etməyimizin ana məqsədi getdikcə ölkədə məhsuldarlığın artmasına nail olmaqdır. Bu günləri hələ bütün fermerlər buna məcbur deyirlər. Dediyim kimi, kiçik fermerlərə biz buna icbari etməmişik. Bunun birinci səbəbi ölkədə istehsal olunan toxum hələ bütün ölkə taxıl sahəsini əhatə edəcək qədər deyil. Bir səbəbi budur. İkinci səbəbi isə buna bir fermerlərin alışmasına gətirib çıxartmaqdır. Və eyni zamanda da müəyyən bizim nəzarət infrastrukturunun, alətlərinin oturuşmasıdır. Çünki biz bunu bu ildən başlamışıq tətbiq eləməyə və istər-istəməz bu tətbiq içərisində hansı boşluqlar çıxacaq, nə kimi çatışmazlıqlar olacaq, nə kimi təkmilləşdirmələr etməliyik, bunları da görəcəyik. Burada təkmilləşdirmələr etdikcə biz növbəti illərdən daha əhatəsinin daha genişləndirməyə çalışacağıq ki, daha çox fermerlər, amma baxmayaraq ki, biz kiçik fermerləri buna məcbur eləmirik subsidiya almasına nəzərdən, biz təşviq eləyirik. Biz məlumatlandırma sessiyaları təşkil eləyirik. Bütün bölgələrdə təşkil olunan aqrar biznes festivalları var. Demək olar ki, bu son 2 ildə bütün Azərbaycan rayonlarında, ucqar rayonlara daxil aqrar biznes festivallarını təşkil eləyirik. Payız əkinlərindən qabaq 2 ay öncəsində, avqust, sentyabr və oktyabr aylarında isə intensiv toxumçuluq, həmin sərgilər çərçivəsində toxum sərgiləri də təşkil edirik. Və orada o toxum sərgiləri çərçivəsində də fermerlərlə görüşlər təşkil edirik. O fermerlərə aşılamağa çalışırıq ki, sertifikatlı toxumun xeyirləri nədir, qarantiyalar nədir? Əlbəttə ki, bu toxum daha bahadır.
və ən böyük ilkin narazılıqları oradan gəlir. Amma məhsuldarlığa onun artdığını izah eləyəndə, daha çox məhsul alacağını və avtomatik olaraq daha çox gəlir əldə edəcəyini dərk elədikcə fermerlər buna meyl göstərdilər. Ötən il hədəflərinizin neçə faizinə çatdınız və ikinci bir sual bunun davam olaraq demək istəyirəm ki, bu ilki Kənd Təsərrüfatı Nazirliyinin hədəfləri nədir? Keçən il bəzi istiqamətlərdə çox uğurlu nəticələrimiz oldu. Bəzi istiqamətlərdə isə hələ də təkmilləşdirmələrə ehtiyac olduğumuzun qənaətinə gəlmişik. Ən böyük uğurlarımız bu qeyd etdiyim kimi pambıqçılıq və taxılçılıq istiqamətli oldu. Amma burada da hələ də gedəcəyimiz yollar çoxdur. Bununla paralel bizim çox önəm verdiyimiz uzun müddətdə dayanıqlı kənd təsərrüfatının formalaşdırılmasıdır. Uzun müddətli dayanıqlı kənd təsərrüfatı isə idarə olunan suvarma sistemi olmadan mümkün deyil. Mən şəxsən bunun inananıyam. Bu nöqteyi nəzərdən mən son 3 ildə ölkədə müasir suvarma tətbiq olunan sahələr təxminən 85-87 min hektardan bu illəri 127 min hektara çatır. Bu ciddi bir artımdır. Yetərlidirmi? Deyil. O nöqteyi nəzərdən biz bu ildə əlbəttə ki, müasir suvarmanın genişlənməsini təşviq edəcəyik və bunun üzərində daha çox çalışacağıq. Buna genişlənməsinə kömək edən proqramlardan biri 23-cü ildə başlanan Ərzaqlı Buğda proqramıdır və Ərzaqlı Buğda proqramı çərçivəsində biz keçən ildə həmin proqram çərçivəsində ən yüksək məhsul istehsal eləmişik. Ortalama məhsuldarlığımız 5,7 ton təşkil edib bir hektardan. Yəni ölkə ortalama məhsuldarlığın 3,3 ton, 3,4 ton olduğunu buğdada nəzərə alsaq, 5,7 ton demək olar ki, 2 dəfəyə yaxın bir artımdır, 1,8 dəfə. İkincisi 126 min ton ərzaqlı buğda istehsal olunub. Bu onu göstərir ki, biz Azərbaycanda ərzaqlı buğda istehsal eləməyə qadirik, mümkündür. Amma bunun üçün dediyim kimi o həmin infrastruktur mövcud olmalıdır. Həm toxum keyfiyyəti olaraq, agrotexniki qulluq olaraq, amma ən başlıcası su mövcudluğu və müasir suvarmanın mövcudluğudur. 25-ci ildə ixracatda çox böyük uğurlarımız oldu. Dediyim kimi, neçə illərdir ki, meyvəçiliyə çox ciddi yatırımlar və təşviqlər edirik və bunun nəticəsi olaraq biz keçən illəri ixracatın 15% artdığını gördük. Meyvə ixracatlarının bir çox meyvə növlərində isə 20, 30, 40% artımları gördük. Yəni bunlar əlbəttə ki, həm məhsul diversifikasiyası nöqteyi nəzərdən və ölkəyə valyuta gətirilməsi nöqteyi nəzərdən yaxşı nəticələrdir. Bu il üçün bizim ana hədəflərimiz müasir suvarmanın genişləndirilməsinə nail olmaqdır, sertifikatlı toxumun tətbiqini genişləndirməkdir. Eləcə də heyvandarlıq sahəsində yeni dəstək alətlərini işə salmaqdır. Bunun başında süd subsidiyasının verilməsidir. Buradakı məqsədimiz fermalarda istehsal olunan südün zavodlara təslim olunan hər litr südə müəyyən məbləğdə dəstəyin verilməsidir. Biz inanırıq ki, bu öz müsbət təsirini verəcək. Bundan əlavə damazlıq heyvanların və damazlıq təsərrüfatların heyvandarlıq sahəsində genişlənməsinə nail olmaqdır və quşçuluq sahəsində ölkədə yeni damların inşasının genişlənməsinə nail olmaqdır. Məcnun müəllim, təşəkkür edirəm. Suallarımıza ətraflı və geniş cavab verdiyiniz üçün minnətdaram. Səbinə xanım, təşəkkür edirəm. Çox xoş oldu sizinlə bir də görüşmək və gələn görüşlərədək. Çox sağ olun. Xatırladım ki, vacib sualı Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov cavablandırırdı. Görüşmək ümidi ilə hələlik.